لكن نبي نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Rasulullahın sallallahu aleyhi və səlləm səhabələrini söyən, təhqir edən kimsənin hökmü nədir? Nəsihət etməyimə baxmayaraq, nəsihəti qəbul etməyən belə bir kimsə ilə bir məclisdə oturmaq və yoldaşlıq etmək mənə icazəlidirmi? Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrini ümumi şəkildə söyən kimsə, rafizlər və bənzərləri kimi kafirdir. Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrini söyən kimsə kafir sayılır. Çünki onları təhqir etmək, onlara qarşı olan nifrətdən xəbər verir. Onlara nifrət edən isə onların gətirdiyi şeylərə, dinə, iman gətirməyən kimsədir. Əgər bir kimsə onlara nifrət edirsə, onları söyürsə və onları düşmən sayırsa, bu o deməkdir ki, o Qur'anın və sünnənin batil olduğunu iddia edir. Çünki Qur'anı və sünnəni nəql edənlər məhz onlardır. Əgər onları nəql edənlər haşa, fasik və ya kafir olsaydılar, o zaman Qur'an və sünnə də batil sayılardı. Deməli, belə bir iddia bütövlükdə dini yıxmaq deməkdir. Səhabələri söymək, elmi nəql edənləri və bu ümmətin ən xeyirlilərini söyməkdir. Belə kimsələrlə nə bir məclisdə oturulmalı, nə də onlarla yoldaşlıq edilməlidir. Əksinə, onlar tərk edilməlidir, hicr olunmalıdır. Haqqın zəfər çalması üçün belələrindən uzaq durmaq vacibdir. Bəli, haqqı ucaltmaq budur. Əziz izləyicilər, videonu bəyəndinizsə, abunə olub bizə dəstək ola bilərsiniz.